Bizim məqsədimiz sadəcə qida təqdim etmək deyil, insanların sağlam və keyfiyyətli qidalanmasına töhfə verməkdir. Məktəblərdə, uşaq bağçalarında, müxtəlif dövlət qurumlarında minlərlə insanın gündəlik qidalanmasına xidmət etmək bizim üçün böyük məsuliyyət və qürur mənbəyidir. Keyfiyyət və təhlükəsizlik bizim üçün sadəcə qayda deyil. Bizim yeməklərimiz o qədər dadlıdır ki, bəzən özümüz də növbəyə dayanırıq. Biz sadəcə yemək hazırlamırıq, biz qayğı göstəririk. Hər gün minlərlə insanlara qayğı ilə xidmət edirik. Bu iş böyük komanda ruhu tələb edir. Bu uğurun arxasında yüzlərlə əməkdaşın zəhməti, məsuliyyəti və peşəkarlığı dayanır. Dövlət qurumlarında çalışan yüzlərlə insan üçün nahar fasiləsi yalnız yemək deyil, enerji, rahatlıq və yeni güc deməkdir. Bu iş böyük komanda ruhu tələb edir. Aşpazlar, texnoloqlar, logistik heyəti, ofis heyətimiz, hamımız bir məqsəd üçün birlikdəyik. Ən həssas auditoriyamız balacalardır. Uşaq bağçalarına verdiyimiz ərzaqlar keyfiyyətli, təhlükəsiz, qayğı prinsiplərinə əsaslanır. Məktəblərlə işlədiyimizə görə keyfiyyət və təhlükəsizlik daima yoxlanılır. Məhsulların təhlükəsiz daşınmasına riayət edirik. Uşaqlar üçün sağlam qidalanmaq xüsusilə vacibdir. Əminəm ki, birlikdə daha böyük uğurlara imza atacağıq.